Hər kəsə salam. Bugün sinabon hazırlamışam. Reseptini sizinlə də bölüşürəm. İlk öncə xəmirin mayasını hazırlayaq. Şəkər tozu, quru maya və ilıq süd aktivləşməsi üçün bir kənarda gözlədirik. Üzərinə 3 yumurta, 100 qram ərinmiş kərə yağı, 3 yemək qaşığı şəkər tozu, biraz duz və un əlavə edib yumuşaq, ələ yapışmayan xəmir yoğururuq. Xəmirimiz isti yerdə mayalansın, biz isə içliyi hazırlayaq. 100-120 qram şəkər tozu, 3-4 yemək qaşığı darçını bir qaba əlavə edib qarışdırırıq. Həmçinin bişdikdən sonra üzərinə əlavə edəcəyimiz sosumuzu da hazırlayaq. 250 qram krem pendir, 5 yemək qaşığı süd və 3-4 yemək qaşığı şəkər pudrasını qarışdırıb soyuducuda gözlədirik. Xəmirimiz çox gözəl qabarıb, havasını alıb, çox nazik olmayacaq şəkildə dörtkünc formada yayırıq. Üzərinə yumuşalmış kərə yağını hər tərəfli çəkib, darçınlı, şəkər tozlu qarışımı əlavə edirik və videoda göstərildiyi kimi bükürük. Xəmiri qalın sapla kəsməyinizi tövsiyə edirəm. Bıçaqdan daha rahat olur. Videoda göstərilən formada kəsib, xəmirin uc hissəsini biraz bərkidib, alt hissəyə birləşdirib soba listinə düzürük. Üzəri bağlı şəkildə 30 dəqiqə mayalandırdıqdan sonra 180 dərəcəli öncədən isinmiş sobada bişməyə qoyuruq. İlk istiliyi çıxan kimi tam soyumamış pendirli sousu üzərinə çəkib nuş edə bilərsiniz. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.